Soy Production'ın təqdimatında. Ay ata, sənə kim deyib ki, mən ərə gedirəm? Əşi, hər kim deyib. Amma baxıram ki, düz məlumat verib. Yox da de görüm onu kim deyib. Gəlsin üzləşək də. Qızım, üz vurma. Mən oradakı agentimi ifşa eləyə bilmərəm. Sağ ol, eyvallah. Gəldiyin heç bir gün deyil, agent də burada qoyub getmisən. Sən bir dənə desən, məsələn, həll olunar da. Çox xahiş edirəm ata. De görüm onu kim deyib sənə. Yaxşı, sən deyən olsun qızım. Amma onu da bil ki, bu iş belə qalmayacaq. Mən bu söhbətin axırına kimi gedəcəm. Yaxşı atam, yaxşı. Necə istəyirsən elə də elə. Tamam, oldu. Bir dənə bilim ki, bunu kim deyib, onda Monikanın pis yüzünü göstərərəm mən ona. Bey bacanaq. Nətərsən, nə var, nə yox? Hə, nə də? Qulaq as, əsəbləşmirsən. Sakitləş, sənə bir dənə vacib sözüm var. Bir də sən kimsən ki, sənin mənə nəsə vacib sözdür. Qutar da. Mənə bax. Qutar da, Sulxay da. Əsəbi deyilsən. Sakitləş, əsəbləşmə, sakitləş. Elə deyib əsəbləşdirirsən. Deyirəm. Bacını, Aslan həkim var ha. O onu almaq istəyir, evlənmək istəyir. Nə danışsan, hə sən? Yoxum, mən o sevir. Nə danışsan, hə? Sən başın xarabdır, hə? Sevir. Kızım. Ata! Ne yaxşı geldin. Monika geldi kendi çanta dolu dermanla. Kent cemaati bakır ona tecrüble heyecanla. Kişiler kaçır ona benim de ağrım vardır. Kadınlar pıçıldayır bu doktor çok güzel değil. Monika Monika kendin ulduzu. Yaratmaz panika kendin ulduzu. Monika Monika kendin hekimi. Her derdin dermanı sevgilin kimi. O qədər möhtəşəm şəhər. Sabahınız xeyir, nətərsiz? Sabahın xeyir. Sabahın. Elə bir muzeyə gəlmişəm. Hava necə möhtəşəm, səma nə qədər aydın. Deyirəm, Monika evlənəndən sonra gedərik də ora ikimiz. Bəlkə yağını yesən, Sağ ol, iyi. yenə başladın. Sonra? Orada Yenə sabahınız xeyir, nətərsiz? Nə var, nə yox? Sabahlarınız güllə çiçəyiniz olsun. De verirəm, narahat olma. Sağ ol. çox sağ ol. Siz də sağ olun. Nətərsiz? Ayaqsa niyə qalmısan? Yox, ev yox, mən belə gözləyərəm. Nəyə gözləyirsən ki? Söhbət edirik. Nə gözləyirsən? Çay gətirmişəm də mən. Sağ ol da. Çay gətirmişəm, mən afisantın adı yoxdur şəxsi. Bibi nədir? Nə istəyirsən? Deyirəm, çay gətirmişəm, qulluqçun yoxdur. Mərifətin qanacağın olsun, əlini cibinə sal. Bu boyda adam ağbaş kişisə çay gətirir. Baş kişi restoranda döyülüyor bir. Bir restoranda döyürsən, nə deyirsən, 5-dən 3-dən verə bilmirsən ki, mən sən qovana qulluq eləməliyəm. Gedib özün süzərdi. Yaxşı səsi qaldı. Səhər gətir məni nervləndirir, durduğum yerdə nerviyə mindim, yeməyə, buna bax. Bu nə də? Mən elə nəsil nümayəndəsiyəm ki, mən 5-i əyilib götürmürəm yerdən. Deməli bir şey ver görək. Monika, bu cavab. Narahat olma, mən verərəm bir dəqiqə. Qoy versin. Sən niyə verirsən ki? Qoy verin, burada var, burada var. 20 milyar aladı. Oldu. Sən niyə verirsən ki ona? Salam day, salam. Heç nə olmaz. Salam. Necə heç nə olmaz? Hiçbir şey olmaz. Elə bir saskı oğlayıb başlayır. Mən danışım. Ata, sabahınız xeyir. Sabahın xeyir atam. Sabahın xeyir. Tamam da hoş gördük. Gəl əyləş bura. Yox, yer var orada oturur. Ya narahat olmayıb bura. Çay da isti gəlib, heç əlim də dəymir. Yavaş-yavaş başla. Mən də gedim idmanımı eləyim, biraz qaçım. Sən də hər gün qaçırsan. Hər gün qaçmaq olmaz ki. Biraz özünə yazdığın gəlsin, istirahət elə. Monika, mən asmasam ürəyim partiyada, sən bilmirsən, sağlamlıqda. Ki, mən getdim də.
Ay qızım bu şalvar köynəklə qaçır. Hələ qışda palto ilə qaçar. Nə danışırsan? Tadına idmanı sevir də. Çox. Çörək. Çörək yat. Gül kimi deyirəm, talih quşu gəlib qonmuş dana bacımın başına. Vermədin, naz elədin, göz həkimi idi özdə. Yanıb tökülürəm nətər. Ay qız bildim də mən özüm bilə-bilə onu elə elədim, vermədim. Bu, o nətər olan şeydə? Hə, nətər bilə-bilə vermədin? Ha bir bunu soruşun da niyə vermədin? Elə imkan vermirsiniz ki söz maxıra qədər. Soruşdum, Deyim. soruşdum. Hə, niyə Mən vermədin? bacımı kimə ərə versəm, mən o adamı yoxlamalıyam. Sınaqdan keçirtməliyəm mən onu. Mən o həkimi sınaqdan keçirtdim, o mənim sınağımdan keçmədi. Mənim bacım özü sənin üçün şey deyil, o metal lomzat deyil, hər dəmir yığana verim, geçsin mənim bacım. Elə şey yoxdur, o mənim sınağımdan keçməlidir o oğlan. Ondan sonra həmən oğlan mənim bacımı almalıdır. Başa düşürsən, mənim bacım elə-belə o oyuncaq deyil. Mənim bir bacım var, mənim bir bacıma görə də sınaqlarım var mənim. Ay, bə mənim qardaşım niyə səni sınaqdan keçirmədi? O sənin qardaşının zəifliyidir. Başa düşürsən, qardaş bacısına qarşı zəif olmamalıdır. Onu başa düş. Elə deyirsən, hə? Belə. Yaxşı. Get bacınla quqquluğu kimi bir yerdə otur. Oo, mən nə zibilə düşdüm. Mən elə belə deyirdim. Ay mətiş. Sür. Məhəmməd xanım, dalaşdınız. Bacanaq. Bacanaq. Nədə? Sən arxayına. Marxan ol verəm, hə. Buna bax, hələ başsını vermirmiş, nə bilim, Ay naər. dədəm vay. Nə zibilə saldım özümü mən. Qayndan 5 manat, Monikadan 10 manat. Yaşa da özün üçün heç işləməyə də ehtiyac yoxdur. Nə işləyirsən, yəni hansı zamanədə? Kim işləyir, pul olmur. İşləməyənin pulu var. Mən bunu gördüm də həyatda da. Bunu həyatda gördüm. Eşən nə ağaysan, ay Eşən? Rozi, sən itil buradan, pulum zadım yoxdur. Sən yox Hə, olsun. səndən pul istəyən var, yekə mərifətin qanacağın olsun, hə? Kim var dükkanda? Arzu. Arzu? Ha, yaxşı, əlişqə olanda gələrəm. Gel. Gör nə deyirəm? Ha. Bu Bir turban... qulaq, heç nə demə. Sən yeri çıx. Hə, turba qurulur. Ha, qoy turba mırma bilmirəm. Sən yeri çıx, mən başımı beynimi xarab eləmədi o. Üstünü izal etdim. Ha, zan etsət lazımdır. Sən yeri çıx da buradan. Başımı xarab eləmədi. Nəfəsim kəsildi məni. Yeri, Rozi, yeri. Yaxşı. Səp oynadı. Gəl. Monikacığım, belə çıxmasa sabahınız xeyir olsun. Sabahın xeyir olsun, 5-də artıq. İmkan vermədə işləyək. Sabahın gözü hələ indi açılıb. İmkan ver bir qapını, pəncərəni açaq, havanı dəyişək, sonra sən gəl də. Nə var Rami? Ülfət buradadır. Hə, buradadır. Axşamdan bağladı, bura çıxdım, getdim. Ay bala, bir yerdə getməmişdiniz evə. Getmişdi, Monikacığım. Niyə əsəbləşirsən? Mən nə vardım, nə dedim ki? Yox, Ülfət sənin arvadın da, mənim arvadın deyil ki. Yox, səhər tezdən durub çıxıb gedib, tapamıram. Zəng eləyirəm, telefonuma cavab vermir. Dedim, yəqin burada olur da, başqa hara gedəcək. Siz bəs İtaliyaya getmirdiniz? Gedəcəyik. Bəlkə o tək gedir. Yox, hara tək gedir? Biletlər məndədir. Qoyaram təkkəsi. Get onu aeroportda axtar, yaxşısı budur. Yaxşı? Hə, gedirəm. Bax, Monikacığım, indidən deyirəm, sonra mənə əsəbləşmir. Gedirəm aeroporta. Belə çıxmasın. Əgər tapanməsəm, hərrəm fırlanıb qayıdıb bura gələcəm, ha. Biletlər səndədirsə, get onu orada axtar. Çünki o məndən 10 günlük icazə alıb. Gözbəsimə, evin kişisi mənəm sizdən icazə alır. Tapmasam qayıdacam, ha. Gözləyəcəm. Mütləq. Görüm də, Nə işə keçmişəm? Can ay bacı. Ölmədim bu günümü də gördüm. Axır ki gördüm sən də mənə yemək gətirərmiş səni. Ay qaqam, mənim gündəlik bir qazan yemək limitim var idi. O da gətirib verirdim Arzuya. Ta indi bundan sonra gətirib sənə verəcəm yeməyi. Can, sağ ol ey bacı, sağ ol. Amma bacı sənə görə elə pis oluram ki. Niyə ki? Arıqlamışam. Yox, heç çəkində heç bir problem yoxdur. Narahat olma, çəkin üstündədir yəni, bundan problem yox. Yaxşı, niyə pis olursan? Əvvəl o göz həkimi var idi. Göz həkimi sənin istəyirdi. Gəldi ki, məndən səni istəsin. Amma sənin bəxtin idi də, bəxtin açılırdı. Bəxtini təpikləyib bağladım bacı, yola saldım ki. Qaqa, demək ki, qismətim döyülmüş.
Amma bacı heç narahat olma. Sən narahat olma. Sən qardaşın qoymaz ki, sən evdə qalasan. Narahat olma. Sən bir dənə ər tapıb özüm öz əlimlə bacımı ərə verəcəm. Narahat olma. Boy. Özü çox yormaya lazım deyil. Qismət, qismət. Nətər lazımdır? Mən imkan vermərəm, kətdə kəsəkdə desinlər ki, qəssab elkən batısı evdə qalıb. Xeyr, elə şey yoxdur. Özüm öz əlimlə bacımı ərə verəcəm. Sən xoşbəxt eləyəcəm, ondan narahat olma. Yaxşı da deyib yaramı təzələmə. Ondan sonra dolma pişirmişəm. Yarı yarpaq, yarı kələm. Ət vurmuşsan da içinə. Bəbə, sən o gün gətirmədin. Gətirmirəm. Quyruqdan da vurmuşam, gəl. Gətirmə, Özüm öz əllərimlə gedizdirəcəm qaqamı. Az danışırım, ver ona bir dənə yeyim də. Mətanət müəllimə. Ay Mətanət müəllimə. Aldız. Ay, Mətən. Gəl. nə olub? Nə qışqır bağır salmısan orada? Bir də olar sən Mətanət müəllimə. Bezdirdiniz ha məni, bezdirdiniz şey. Nədir, Moskvaya gedirsən? Bu nə yüktü veşdi? Belə Moskvaya gedirlər, belə Moskvadan gəlirlər boyda şeylə, şüşlə. Nədir ki bunun içindəki? Mətənət müəllimə, burada qış paltarlardır. Mən bir dənə sizdən xahiş edirəm, nə olar? Orada elə girişdə bir dənə polkaza təşkil edin. Mən girim orada al veririm, satın da, nə olar? Xahiş edirəm. Ay, Ayca. məktəb deyil bura. Hə. Talxuşka zatdı sənin üçün aparıb pal-paltar satasan ora. Ayıf deyilsə. Nə olacaq? 2 dənə polkotla verəcəksən. Gör nə gözəl paltarlar var. Satıram mən. Qış paltarı. Buna bax. Qış paltarını yayda satırlar. Yox, ham nə vaxt satırlar? Ucuz olsun da. Bu cəmaət internetdən nətə zakı. Dən belə durayım, günə qəşəng. Dən belə paltar. Bir dənə bu sana olar var. Sən ziyafətin paltarlarını satırsan bəm. Ziyafətin qış paltarları. Olsun da. Və bu qışda nə geyəcək? Hadi yayda alacağım, narahat olma. İndi nə edir bu dəqiqə qış paltara? Yaydı ya. Dən bunu götür, nağdı 5 manat. Ay, yeri buradan cəmaət baxır müəllimi. Ayıfdır, biabırçılıqdır. Gör mənim öz evimdəki mənim nətər biabır eləyir. Götür Ruzi bunları. Bir apar evə qoy. Elə eləmə ki, mən indi ziyafətə zəng eləyim. Vermirsən bir dənə yer? Ay, niyə qışqırırsan? Bir dənə polka vermirsən, eləmi? Bu dəqiqə zəng eləyəcəm o ziyafətə. Yaxşı, zəkki kimə zəng eləyirsən, olsa nə edir ona? Lazım da deyil. Göt apar evə. 2 dənə askı. Mən bunların əlindən nə qayıram? Jaket var. Ay, meşədə deyilsən, məktəbdəsən, qışqırma. Yavaş qışqıraram. Jaket var. Qış paltarları. Arzu! Ay Arzu! Mənə deyir, səni burada gözləyirəm. Özü yoxdur. Arzu! Ay qızım, mən səni burada gözləyirəm. Haradasan sən? Camal dayı gəlmisiniz? Mən qardaşıma yemək aparmışdım, ona görə. İndi özüm gəlirəm, narahat olma. Sənin yadında idi ki, mənə zəng elədin, dedin ki, sənə vacib xəbərim var. Nə vaxt zəng eləmişdim? Demədin ki, Arzu Monika evlənir? Hə də, demişdim də, evlənir. Evlənmirlər ki? Ay qızım, bu nə sualdır? Necə evlənmirlər ki, dəqiq bilmirdin? Yox, Camal dayı, dəqiq bilirdim, mama canım. Bəs qızım deyir, yalan məlumatdır, evlənib eləmirəm. Camal dayı, bir dənə mənə qulaq ha, zəhmət olmasa. Eşidirəm, sözlüdür. Camal dayı, səni eşidən yoxdur ki. Yox, danış, de. Camal dayı, onlar sənə yalan danışırlar, səni alladırlar. Elə bunu deyəcəkdin? Ya, inandıra bilmədin məni. İnanmırsan da mənə, hə Camal dayı? Nə deyirəm ki, heç inanma. Amma sən indi bax bu dəqiqə get tibb məntəqəsinə, görəcəksən ki, Arzu oradadır. Ondan sonra inanarsan. Yaxşı. Salam, neyinirsiniz? Nuş olsun, nuş olsun.
Gedəsən Monika. Sağ ol. Buyur. Gözəldir. Üzün kimi gözəldir Monika. Qulaq as Monika, gör nəyə gəlmiş. Aha. Atan gəlmişdi bura. Yo, gəlməyib, nə olub ki? Olmanı işin olmuyor. Yəni soruşurdum da görək. Gəlibsə danışdı, səninlə danışmadı. Nə var idi? Necə nə var? Toyumuz var idi. Biz evlənirik ki. Kim evlənir ki? Başa düşmədim Monika. Biz axtarmırdıq ki, kim zəng edib sənin ataba deyib bizim evlənmək məsələmizi. Həmin adamı araşdırırdıq da. Yadından çıxdı sənin. Biz indi bu dəqiqə evlənmirik ki. Bir söz də deyib də. Monika, sən bir başın ancaq reseptlərə qarışıb. Başımı qaldırıb, təbiətə bax, olan hadisələrə bax. Abi, çiçəklər gör necə gül açıb. Yağış da bizə görə yağır. Külək də bizə görə əsir. Burada nəsə var, bu nəsə birləşməyə doğru gedir, Monika. Bana nə deyirsən, mənim ürəyimi niyə qırırsan ki? Bir şey olur. Nətər olur ki, bəs evlilik nətər olur, Monika? Bax, Monika, günü bu günə ki, mən həmin adamı axtarırdım. Ki, görüm kim deyib o kişiyə, məndən xəbərsiz. Monika, əvvəl mən maraqlı idi, həmin adama əsəbi idim. Ki, kimdir sən zəng eləmirsən Camal dayıya ki, bunlar evlənir. Sonra oturub fikirləşdim ki, bu məsələ mənim məsələmdir, bu həll edir. Mən yaxşı adamdır da. Mən o adam bilsəm bana kimdir. Toyda ona ağsaqqal əvəzi qoyacağım, toyun asılışını oynasın. Bəli, mənim adımdan danışsın. Nə gözəl. Öz toyunda eləyərsən mütləq. Nətər, oğlan toy ayrı olacaq, qız toy ayrı. Sən nə danışsan, Monika? Toy bir dənə olacaq, bu da ikimizin toyudur. Öz toy nədir? Sən can, çıx, get, istəmirəm atam gəlsin, səni burada görsün. Monika, sən nə danışsan? Ay Monika, o atan da gəlsin. Öz kürəkənin görsün burada. Burada nə var? Lazım olmaq üzünə də deyərəm, değil mi? Burada nə var ki? Nə gizlədək ki? Burada yoxdur dərmanları. Az bu telefonu götürdü ana ya, götürdü ana. Bu telefonu söndürüb atıp bir qırağa yeyi. Az ərin deyil sağ zəng eləyən belə bir çıxmasın. Bu götür bilim hardasan da nə? Bütün əsəblərimə işlədi bu mənim eyə. Az ərin sağ zəng eləyir. Hər sayan var Bezdim eta mənə, bu nədir? Nə olub ha? Nə olub? Nəyə mənə belə əsəbsən ha? Nə olub? Maşın zat döyürsən, özünü döyürsən ha? Nədir? Heç zat, sənlik deyil. Keyfim yoxdur, aləvi məsələdir. Mənlik deyəndə, aləvi deyəndə biz bacanaq Ailəmiz də elə bir ki, paşlı bir kim bir şeydir. Nə lazım sözün varsa mənə denə, nə onu deməkdir, hə? Rozi, bir ev çıxmasın, işlə məşğul oldu ha. Onsuz da qanım qara, dil xoram dedim, özüm həll eləyəcəm. Lazımdır. Özüm həll eləyəcəm. Mənim işimə qarışmır. Qarışmağına qarışmayım, eşitsəmi? Bəlkə bir iki dənə paltar alasan, qəşək isti paltarlardan, yaya, doğru. Havaya bax. Bildim lan ha? Ya cəmaat dedi dənizə çinməyi. Qış paltarı neyin eləmək, isti paltarı neyin eləmə mənə. Ruzi kreativ fikirləri var. Ruzi bu kənddə yeganə oğlandır ki, yenilik gətirir, innovasiya eləyir. Qış paltarlarını yayda satarlar, yayda alarlar. Elə xeyir edir. Al görə bir iki dənə kofta. Ruzi, bana lazım deyil. Mən ülfət axtarıram, mən ülfət axtarıram. Neyin eləmək paltarı? Ülfət axtarsan? Tapam biləmək ülfəti. Evdə baxmayıbsan? Bir evdə qalmırıq. Evdən gəlirəm də nə? Yoxdur. Kravatın altına bax. Hara baxım? Kravatın altına hara baxacaqsın? Mənə bax. Yüzümə bax. Mənə bax. Baxıram da nə söyləyim? Yox işte bunu, Rozi, mənə bax. Aya, bu ülfət, ülüşüm corabın bir taydı, naskidi, əlcəkdi. Nədir bu kravatın altına düşsün? Mən özüm də corab naskı döyləmi. Amma bir də görürsən yatdığım yerə darapıldı ilə düşürəm kravatın böyrünə pola. Oradan heç oyanmıram ki. Bir də görürsən oyanıram kravatın altıyım. Sən demə gecə yata-yata dıqaramın kravatın altı girmişəm. Ziyafət mən pol ağacından belə çıxardır. O qəpikləsər çıxardılar, belə çıxardır. Rozi, belə çıxmasın. Həqqi deyirsən. Onu demək. Bunu yığışdır, yığışdır bunu. Ne eləmədəm bunu? Qulaq as. Gedirəm. Kravatın altına baxam. Qulaq as. Sən bu da məsləhət verdim. 5-dən 3-dən ya da ki, çomcala bu koftadır. Bax, günə qəşə platyadır. 2 manata götür. Yəqin işinə məşğulum. Yaxşı, 2 manata götür. Bir dənə nə bilirsən? İstəmirəm, nə edirəm? Bunu nə edirəm? Bunu gerib mən hara gedəcəm? Hara gedəcəm mən bunu gerib? Kiməsə hədiyyə verərsən, ad günə görə hədiyyə. Sağ ol, lazımdır. Naskal. Almıram. Bir dənə corab al. Almıram.
Ma bax. Nə gec oldu nə? Nə ağarsan ki? Ala bunu. Ay sağ ol. Məndən əl çək. Çox sağ ol. Yaxşıdır. Bu məsləhətə Düşə bilər kravatın altına. niyə düşmür ki? Bu məsləhətə görə deyil, əmi? Çox sağ ol. Sağ ol. Mənə kofta al da gel. Sağ ol. Alma deyə. Çox belə lazımsız adamsan ey kənddə. Heç nə almadın ha. Hə. Ay oğul, Bəli. bir sən mənlə görüm, sən haçan gəlirəm, səni burada görürəm. Arzu, bax mənə dediklərini de. Uzun nə deyəcəkdi ki o? İndi deyəcək. Verdin Raskolda. Deyim. Ay. Evet. Yok da orada şey daha... Əmi, idman edirəm hər səhər. Hə, 1 saat qaçıram. Gəldim soruşum ki, əgər saat yarım əlavə eləsəm ziyanı olmaz. Onu başqa vaxt söhbət eləyərik. Sən mənim sualıma cavab ver. Sən hər gün burada nə gəzirsən? Ata tibb məntəqəsində gələ bilər də. Bildim də quzum tibb məntəqəsidir. Bura xəstəxana zad deyil ki, gəlsin check-up etdirsin. Hələ onu demirəm ki, xəstəxanada check-up'ı belə 6 aydan bir eləyirlər. Yox, Camal dayı, Camal əmi, mən əslində qaçanda bir də gördün dartır da, sinirim dartır, ayaq tutulur, rahat qaça bilmirəm. Gəlirəm buradan maz alıb sürtürəm də. Sən mənim sualıma cavab vermədin. Nətər olur ki, mən hər kəndə gələndə sən əzələn dartınır. Fərli idmançı zat da dövsən deyim, əzələn dartınsın. Xətrimə dəysən ha, Camal dayı. Sən mənə belə olmağıma baxmayın. 1-2 il bundan qabaq görsəydim, bədən formadaydı. Sinə qabağa, qollar belə. Ne biraz paltarlarım o da öyle. 6 XL köynək, 4 XL şalvar. Sonra nə oldu ki, bədənini itirdin? Sənin istədiyin maz hələ gəlməyib. Ola bilər gələn həftə gəlsin, onu da götürərsən. Gələn həftə gəl. Görsən axsaqqal. Mən yenə də o maza görə gəlməliyəm bura. Salamat olun. Tamam. Ah, Hə. Bezdirdin hemen. Sən məni bezdirdin. Nə olub ay Elşən? Sən gedirsən, Rozu gəlir. Rozu gedir, sən gəlirsən. Bir imkan vermirsiniz, mən işimi görüm. Ay qız, nə qışqırırsan? Gəlmişəm arvadımla uşaqlarımı görməyə də. Darıxdım, gəldim. Gördün? De get. Hayır, tək o söhbət deyil də. Həm də ki, gəldim ki, səninlə o bacımın söhbətini eləyim. Mənə diqqətlə qulaq as. Sən bacımın məsələsini həll eləyən deyilsən. Mən elə deyirsən, ay Mətiş. Həll eləmişəm də. İndi daha razılaşıb evlənməyə razıdır. İndi bir dənə nə eləmək lazımdır? Ona bir dənə, sən də özün yaxşı bilirsən. Ona bir dənə ər tapmaq lazım ki, ərə verək getsin. Elə ən çətin məsələ budur ana. Kim alacaq onu? Doğrudan deyirsən. Görüşmək lazım. Nətər eləyə ya? Uşaqlar nətərdir? Ata çay iç. Ay sağ ol. Qızım, mən görürəm bu zırt-pırt elə gəlir gedir. Aha. Sən mənə düzünü demə. Sizin aranızda nəsə var? Yox, bizim aramızda nə olasıdır ki, biz öz aramızdakı müəyyən məsafə ki var, biz həmin o məsafəni elə bil ki, qoruyuruq. O, məsafə qoruyanı oxşamır axı. Atam, sən elə bir xoşlamırsan Arzunu, hə? Qızım, belə deyim də, mən onu ilk görəndən ürəyimə yatmadı. Sonra da o gecə başıma torba keçirib, döydü deyənə lap gözümdən düşdü. Özə deyir ki, idmançıyam. Onda idmançı sifəti var. O,
Olimpiyada çəkic atanlar var. O çəkic atanlara oxşayır. Hə, o nöqteyi nəzərdən yanaşsaq idmançı demək olar. Yox ya, ata, karateye gedib. Bilsən nə qədər kata bilir? Qızım, sən canının katasını bizdən uzaq elə. Yox, bax atam, mən sənə bir söz deyim. Sən Arzunu yaxından tanısan, görərsən ki, o qədər də pis oğlan deyil. Hə, mən belə başa düşdüm ki, sən onu yaxından tanıyırsan. Da bir evdə qalırıq da. Hə, bir evdə qalırıq deyəndə sən o evdən, o Arzugildən çıx. Niyə? Bala, nə ziyafət oradadır. O ülfətlə, mətanətlə evləniblər. Heç olmasa ziyafət gələnə qədər sən kirayə bir aylıq bir ev tap, çıx get qal orada. Belə yaxşıdır. Yaxşı, başqa mənzil taparam. Yaxşı. Yaxşı, mən də onda bir çayımı içim. Durum gedim, sənə mani olmayayım. Belə baxanda atam düz deyir də. Evdə məndən başqa qadın yoxdur. Əriniz gətirib uzaqdan gətirib abi. Aha. Ruzu, Ha. yaxşıdır, pis deyil, amma bax, bu xoşuma gəldi. Amma elə bilirəm mənə olmayacaq bu. Lan niyə olmur ki biləm? Dağıtacaqsın, suya da salıb. Bir iki dəfə yuyandan sonra olacaq, narahat olma. Uşağı, bu yaşa nədən gəlib çatmışıq. Narahat olma. Ruzu, bu kofta mənə nəsə tanış gəlir. Bundan ziyafətin niyə gəlir? Bir də ziyafətin koftası olar ha. Bu kofta təz ziyafətdə sən elə danışsan ki, ekskluziv kofta zat olar bir dənə. Bu koftalardan çox var, həm də ki, baxın. Hə, yadıma ki, mən bunu aldım ziyafətə göstərmək üçün. Bir dəfə geyindim, baxsın. Ona görə də eyni, mənlə ziyafətin eynidir, ona görə deyirəm. İkimiz də paşta eyni. Mən bir 10 gündən bir çimirəm, o biraz tez çimir. Amma eyimiz eynidir. İstəmədim, qalsın. Niyə? Gül kimi qoftalarından alardın, bir neçə olmasa. Deyirəm, istəmirəm də. Bu zorlandı. Hələ 50 manat da götürmüsən məndən, qaytarmamısan, səsimi çıxartmıram. Onu Ejnənlə danışmışıq. Maaş eləmək lazım. Birini götür heç olmasa. Kofta götürmə. Açığını götür. 20 yanvardan almışım, hep Bakıda. Bu. Ha. Uzun. 10 manat almışam, 5 ver götür. Deyirəm, istəmirəm də. Oy, götür bunları da apar. Yox, birini tamam. Götür. Bunu alardın. Ruzi, götür, get. Meyvəniz də dəyməyib. İçərdən 1 kilon yeyib qutarmısan. Bunu götür. 5 manata. Ruzi, get. Mənim işlərim tökülüb qalıb. Yeri, al. Götür, belə mal olar. Heç olmasa düşürdüm çamadanını al. Get də. Nə pis adamlarsınız, 40 ilin qonşusunuz. Mən sizi tanımadım da. Gərək vaxtında tanıyardın. Təkərəyini alacağım, 1 manata verim. Bunun təkərəkləri yaşlı 4 dənə. Bu hər şeyin altına düzəldir, dıqarlayarsınız. Ruzi, mən getdim. Yeməyim yanır qazın üstə. Yeri. Nətər adamsınız ha siz? Əlişqa o malları yığ içəri hamısın. Ağay, ma baxı. Yoxdur, hara baxıram, yoxdur. Nətər yəni hara baxırsan yoxdur? Evə baxmısan? Hə, belə pıçmazın Ruzi mənə dedi ki, Ülfət yatanda dığırlanıb girib kravatın altına. Girib kravatın altına da baxmışam, yoxdur. Hə, başı xarabdır Ruzinin. Ruzi nə bilir ki, Ülfət nətər yatır, nətər dımarlanır. Yalan deyir, hə, səndən pul alıb o. 10 manat aldı. Evet salam da, ona inanmayın da kişi də. Ha, fırıldaqdır. Pul almaqdan ötürü dilin yüz-yüzə şirin vəziyyətə salır. Bir dəfə də ərəbləri aparıb mənə görsələr ki, güya mən ərəbə maşın almaq istəyirəm. Ma baxı, belə pıçmasın, sən hansı ağılla getmişdin ki? Ay, mən nə bilim, mənə deyir ki, Arzuma, gəl gedək xeyir dua ver, maşın almışam. Mən maşın almışam sözündə yandırmışdım. Hə, bə. Bunun pulu var ya, maşın alsın. Hə də. Yaxşı, belə pıçmasın, mənə bax, diqqətlə mənə bax. Biz indi bu hekayədən nə ibrət götürürük? İbrət götürürük ki, o bir də səndən pul istəsə, pul vermirsən. Hə, baba, yaxşı, ibrət götürürük. Dilin şirin dilə, salsa da pul vermirsən. Qoy canı çıxsın. Hə, nə olar? Yaxşı. İndi belə pıçmasın, bu Ülfət məsələsindən ağaraq. Ülfət hara getmiş olar, Ülfət? Məktəbə get. Apəş, gözəllik salonuna baxmısan? Yox,
Get ora bax da. Gedirəm baxım ha. Ha, get bax. İndi gedim baxım ora. Get. Mənə bax. Belə çıxmasın mən gedirəm. Ha, get də. Ha, bu da baş xarab oldu. Əlişka, neynədin? Kendimizin Monikası serialı reklamlardan sonra devam edecek. Kendimizin Monikası serialı reklamlardan sonra devam eder. Ay Elşən, 2 dəqiqədən bir girirəm çıxıram. Bu müəllimələr deyəcək ki, bu məktəbin direktoru ilə çöllərdə qalıb. Hadi neynəməliyəm? Bəs sən özün mənə dedin ki, bir şey fikirləşib tapacam. Nə oldu, tapdın? Ay, bu bəyəm mal zatdır, mən elə girim dükandan rahat bir şəkildə tapım. Bu asan şeydir, mən gərək bir axtarım da, nağarım. Qapı düşüm, deyib mən baldızımı kim alacaq görən? Ayıfdı axı. Bir zaman lazımdır, vaxt lazımdır. Düşmüş dana gül kimi qismət. İndi mən nağarım, indi mən bacım evdə qalsın mənim. Yekə qızı qutar da mən. Bacından çox sən elə yağa düşürsən ha. Ayıfdı qardaş adamsa kişisən ha. Hadi yoxdur, ay Mətiş. Yəni mən demək istəyirəm ki, nə qədər ki biz bunu razılaşdırmışıq, bunu ərə verək, getsin də. Dayan dana bir səbr elə. Demişəm, tapacam deməli tapacam. Bu bir günün işi deyil dana. Qoy bir baxım yan yürəyə, bir araşdırım, axtarım. Yaxşı. Asan da adam deyil. Hadi yaxşı dana da, get. Pəncərədən baxırlar müəllimələr. 100 dəfə demişəm ki, bunun içinə mal yığmayın. Bunu mən özüm üçün nərtaxta stolu düzəldəcəm. Qaynatamla oynayacam. Bunu mən, bu da qırılıb. Salam. Ha, salam. Qardaşımı görməmisən? Buradaydı bir ya. Bağlayıb harasa getdi. Qardaşım da məni ərə vermək istəyirdi. Bilmirəm, bilirsən, bilmirsən. Ya, bilmirdim. Ha, indi eşitdim. Xoşbəxt olasan. Oğullu, uşaqlı olasan. Yarayanlardan olasan. Səni Bax ha. Mən ərə getsəm peşman olacaqsan. Mamacanım. peşman olmaram, sən öl. Nəsə belə qanın qaraldı, hə? Mənim? Yox, işim düz gətirmir ona görə. Hə. Bəlkə qardaşıma deyim heç axtarmasın, hə? Deyim ki, var da. Yox, narahat olma. Bacın eləmə. Sən burada nə edirsən? Hə, elə sənin yanına gəlmişdim, hə? Ha, yaxşı eləmsən. Mən də Mətişin yanından gələm. Hə. Da Mətiş başladı axtarışa. İndi sən tələsmə. Bu gün sabah səni verirəm ərə. Qaqa, bax sən nə desən mən onunla razıyam da, yəni biləsən, sənin sözün mənim üçün qanundur. Amma elə birisi olsun ki, o kişi kimi kişi olsun da, yəni kişi kimi söz verdisə onu yerinə yetirsin, kişi kimi kişi. Narahat olma bacı, narahat olma. Sən indi ged evə, mən də Mətişi götürüb gələcəm, evdə ətrafı söhbət edəcəm. Yaxşı. Jaketlər, koftalar, polverlər, kalsonlar, boyuz koftalar, qalar, patinkalar, potular. Məktəbin əti deyə. Tapdın Ülfəti? Hə, tapdım hə. Hardan? Kravatın altından eləmi? Ay, başın xarabdır. Hə. Belə çıxmasın. Hə. Mənə da yalandan demirsən ki, nə bilim, fırlanıb düşürəm yerə. Oradan dığırlanıb gedirəm kravatın ayağına. Oradan fırlanıb yumalanıb gedirəm kravatın altına, yat qalım burada. Arzuma, bax. Arzuma deyir ki, belə çıxmasın. Elə şey yoxdur, olmayıb ol adamlar. Arzu kimdə? Arzu məni güdür. Arzu özü səhərə qədər gəzən adam lunatikadandır. Arzu nə ki? Hardan bəyə Ülfət? Gözəllik salonundaymış. Belə çıxmasın. Telefonun da səsini alır. Qoyub qırağa eşitmə, mən də əsəblə. Sevirim məni. İndi hara getdi bə? Gəlib Mətanət müəllimə ilə görüşməyə də. Elə çıxmasın, İtaliyaya gedir yaxı biz. İtaliyanın özünə? Hə də, orada, mərkəzə o gedir. Hə, İtaliyanın özünə. İtaliyaya gedirik, biletlər də əvvəldən almışıq. Sənin gözün azında yoxdur ki, gözün dəymə. Qulaq gönə deyirəm, mən göz zət belə dəyər ki, ora mən eşitmişəm çox soyuq ölkədə şaxta olur, quru-quru sutka.
Götün hesabı 2 dənə koftadan, jaketdən verim. Al orada şüyərsiniz, soyuq ola. Ama bak, lazım değil, lazım değil. Ay bacına, istəmirəm də, nə? Lazım gəlsə öz paltarlarımı aparacağım da, nə qarşı isti qalın paltarlarım var. Bir dənə görüm nə var, nə qəşəkdir, bir dənə bunu al. Soyuqdur ora. Buna həm mən gələcəm, həm də ölüş. Yox, ölüş üçündür bu. Sənin üçün deyil, sənin üçün qalın şalvarları var, onu veririm. Ha bax. Al bunu gör. Əlində əyətdə gör. Lazım deyil, lazım deyil. Sən xatasan ya. Ma bax, xoşbəxtik. Ülüşümlə İtaliyaya gedirik. Biletlərimizi almışıq, gülürük, təbəssümlə, deyib güləcəyik, gedəcəyik. İşinlə məşğul ol. Bir bacanaq kimi 5 qəpli döysən ha. Jaket var, bir materindəyi və. Qalın isti jaketdən qalmadı. Gedirəm, gedirəm. Mən sizdən də dəhşət səriyə. Bazıma bir dənə normal bir dənə ər tapa bilmirsən. Ay, elə bil ki, əri töküblər çölə, yığanmadıq, bacın qaldı evdə. Ay, bir səbirin olsun da, dayan tapacağıq. Amma sən zar tapanda eləsin tap ki, qardaşın kimisi olmasın. Sən zar neymişsə elə. Qardaşınla işin olmasın. Nədən işin olmasın, ha? Sənin qardaşın deyil. Mən bacımla nişanlandı, dedi alacam, sonra nə oldu? Almadı. Amma mən kəndin qəssabı kimi söz verdim ki, mətçi alacam, neynədim? Aldım, gördün? Qonşular eşitdi, biraz yavaş danışdın ha. Nə eşitsinlər də olsun, bütün qonşular qardaşını tanıyır da, bu. Qardaşımdan əl çək, yaxasını burax. Öz bacınla məşğul ol. Elə bacın sənin üzündən evdə qalıb. Bax, elə bəxti ona görə bağlanıbdı bacımın. Konfetim də düşdü yerə. Mən bacım sadəcə bu sezonlu paltar zat deyil, bu sezon geyindin sonra qoyasın şkafa. Heç olmasa o kimə ərə verəsəsə onu tanımalıyam da. Sən söz vermişdin ki, kimə gəldi verəcəyik, dalaşmaqlar, zatlar olmasın. Yaxşı, söz verirəm, heç də deməyəcəm. Amma bir dənə xahişim var səndən ki, mən həmən adamı tanıyım, vəssalam. Deyirəm, bəlkəm Monikanı qohumlarına verək. Ağıllı fikirli. Döşə. Çəkən çay gəlib, anan gəl görün bura. Gəl görün bura. Anan çıxıb gedəndən bir stəkan çay gətirib qavamıza qoyan. Otur görün. Yuxum gəlir, gedirdim yatmağa. Ay oğlu, yuxu vaxtıdır. Gün nə deyim, atadan bir dənə yaxşı vəziyyət işkim yoxdur, işkim eşitməsin ha. Qulaq as. Xalaların çıxdı, getdi. İndi birazdan ev söhbəti çıxacaq ortaya. Ona görə də dayını arada şirinlik elə ki, evdən sahpaya versin. Ev istəmirsən sən? Mən ev istəmirəm. Nə istəyirsən ha? PlayStation. Axman bir axman. PlayStation vaxtı da mən. Yuxum gəlir mənim. İndi bu dəqiqə anama zəng vuracaq. Yaxşı get də, get. Anası kimi nətər adam şantaj elər. Yeri. Səni. Sulxay. Nə də bir kef gəlsən. Nə olub? Gəl görüm bura. Ha, ala. Bu. Əsəb baxıram yazığım gəlir ha. Sən nə pissən, nə oldu da birdən bir əsəb. Ha. Aycan. Fikirliyim. Yox, qulaq as. Sən İtaliya getmədin bə. Yox, mən gedəmədim ha. Niyə? Pasportumun vaxtı keçib. Mən aparma. Ona görə ülüş getdi, mən qaldım burada. Yaxşı, insan qaldığını ülüşsüz eləmi? Hadi, mən ülüşsüz qaldım. Mən ülüşümü getdim, mən qaldım burada. Mən neyəsəm? Ağla biraz, ağla. Ülüş getdi, mən qaldım burada. Bu yaşda arvadsız qalarlar, ağla. Mən ağlayacam, Rozi. 5 manat ver, ağla. Ay, Rozi. Onluk olsun hep Mən ağlayacam, Rozi. Ata, bax nə məcbur idi dalımca gəlməyin. Özüm gələcəkdim də. Sən mənim işimə qarışma. Əvvəla gördüm ki, o yekəpər arada yoxdur. Dedim, bu 100% gedib tibb məntəqəsinə. İkincisi də sən qadın xeyra, gecə vaxtı nətər gələcəkdin tək? Yekəpər kimdir? Bu. Salam, axşamın xeyir olsun Caval da. Avratın xeyir. Xoş gördük. Hoş gördük. Monika, icazə ver atanla bir kəlmə söhbət edeyim. Yox, icazə vermirəm. Niyə? Atamla nə söhbət eləyəsin? Qızım, sən keç həyətə, mən onunla bir söhbət edeyim. Yekəpərlə. Başa düşmədim, Asaqal, yətər. Heç nə, sözüdür. Baş üstə deyim də. Camal dayı.
Mən Monikanı sevirəm. Onunla da evlənmək istəyirəm. Kata göstərdisə, deməli yaxşıdır. Monika geldi kəndə çanta dolu dərmanla. Kənd cəmaatı baxır ona təəccüblə heyecanla. Kişilər qaçır ona, mənim də ağrım var deyir. Qadınlar pıçıldayır, bu doktor çox gözəl deyir.